Əzizlərim, hər birinizi bu videoda xoş gördük. Bu video bizim YouTube kanalında olacaq sizləlik videolardır. Harda ki, biz sizinlə hər ay bürclərdə tarot açılım edəcəyik sizinlə. Bu ay sizi nə gözləyir və birinci bürcümüz ilk öncə olaraq başlayacaq sizinlə. Möhtəşəm bürclərdən biri olacaq. Boğa bürcündən başlayırıq. İyun ayı boğaları nə gözləyir? Əziz boğalar, ilk öncə olaraq elə bir kart var ki, bu ay, iyun ayı sizə söylənilir ki, hansısa bir vacib məqam var. Yəni, belə deyək, mag arkanı çıxıbdır və təbii ki, Salvador Dali'nin, Leonardo da Vinci'nin, belə deyək, tarotunda baxırıq. Mənim sevimli kart talodamdır, belə deyək, kart deck. Leonardo da Vinci. Dünyaca məşhur olacaq, hər kəsin tanıdığı Mona Lisa əsərindən. Onun yaratdığı arkanıdır. Və təbii ki, oradakı olacaq, belə deyək də, Da Vinci'nin təsir etdiyi mag fərqlidir və fərqli informasiya var sizlər üçün ki. İlk öncə olaraq, siz situasiyanı əlinizə almalısınız. Hər şey sizdən asılı olacaq bu ay. Sizin hansısa, belə deyək də, özgüvəniniz, özünüzü necə özgüvənini hiss eləyəcəksiniz, necə rahat olacaqsınız və mənəvi yüksək olmağınız lazımdır. Mağın əlində kupa var, qılınc var, yəni değnek var və daşın üzərində oturub, müəyyən oturuş pozisiyası var ki, harada ki siz, bax, belə deyək, bu pozisiyalara hazırlanırsınız həyatınızdakı, rahat oturub, belə deyək, öz işinizi görmək, əylənmək, istirahət etmək, çünki mag bu və Da Vinci'nin anlayışından izahatı və 7'li, belə deyək, pullar gəlir, pentakllar. Və təbii ki, bu bizə nəyi bildirəcək? May ayı boyunca, iyun ayı boyunca boğa bürcünü, əzizlərim, daha çox bolluq bərəkət, pul məqamlarının dəyişimi, şans, uğur, amma səyləriniz lazımdır, səyləriniz gərəkəcək və həmçinindəki elə bir səylərdir ki, biraz bilirsiniz necə elə bir əvvəl də yəni eləmişəm, görüm indi nətər olacaq, biraz puça çıxmış ümidlər məqamınız var anlayışı, görək nə söylüyor. Növbəti kartımız bizə onu bildirir ki, 2 kart. Bir də pul kraliçası və şeytan. Ola bilsin ki, iyun ayı boğa bürcündəki olacaq insanlarda həyatlarına ilk öncə olaraq hansısa vacib daxil olacaq bir xanım olacaq. Yeni eşqmi, yeni sevdamı və yaxud yeni uğurlu müqavilələr, danışıqlar, biznes partnerluğumu və yaxud özünüzmü belə olacaqsınız. Xanımlar izləyirsə ki, özünüz belə olacaqsınız. Bəylər izləyirsə və yaxud həyatınızda belə bir xanım mı gələcək, ya uğur olacaq və yaxud xanımlara da belə bir xanım mı gələ bilər. Amma sonra şeytan enerjisi gəlir və şeytan 5-ci arkanda bizə bu məqam nəyi bildirir? Pulla bağlı olacaq mövzularda, situasiyalarda, həyatınızdakı olacaq, belə deyək də, hansısa bir qadının daxil olması mı, partnyorun, uğur, şans, bolluq, bərəkətin. Bununla bağlı situasiyanı əlinizə almalısınız və müəyyən, belə deyək də, manipulyasiya məqamları ola bilər. 5-ci arkandan mag kombinasiyası bizə manipulyasiyaları verir, aldanılma məqamlarını verir, qaranlıqda qalan məsələlərimi verir bizə. Yəni, burada sizi kartlar əslində şeytana əsasən biraz ehtiyatlı olmağınızı söyləyir. Çünki növbətə çıxacaq kart bizə artıq qılıncları bildirir. Yəni, bu situasiyada siz, belə deyək də, biraz əliniz qolunuz bağlı vəziyyətdə qala bilərsiniz. Çünki 8'li qılınc var və görürsünüz, burada ağaca bərk edilmiş vəziyyətdədir. Yəni, və 3'lü değnəyimiz var. Yəni, ola bilsin ki, bu situasiyalarda nəsə bağlılıq, sizi incitmə məqamları ola bilər, gözünüz ilə bağlanar, əliniz qolunuz bağlanar. Amma ki, yəni, bu sizin özünüzün içinizdən də gələ bilər, daxilinizdən də ola bilər, kənardan da ola bilər. Amma buna baxmayaraq 3'lü değnek var. Yəni, kartlar bunu söylüyor ki, iyun ayı boyunca boğalar üçün, yəni bayağı bir uğurlu dönem olacaq, uğurlu periyod olacaq, aldadılma mı ola bilər, buna fikir verməyin, o qədər. Yəni, diqqətli olun, amma izləyin situasiyaları və uğurlu olacaq və təbii ki, müəyyən, belə deyək, 20-ci arkanımız gəlir. 20-ci arkanın izahatında biz bir oyanışın gəlişini görəcəyik. Yəni,
burada ola bilsin ki sizin belə deyək, əlinizi qolunuzu bağlayan proseslərə diqqətinizi verəcəksiniz və bu diqqət o yanlışdan gələcək sizə. Bu nəslinizdən ola bilər, yəni nəsil belə deyək, ssenarilərlə müraciət edəcəksə, ailə dizimi anlayışım olsun, nəslinizdən, kökünüzdən kimsə tapacaqsınız, nəsə belə deyək, şəfalanmam olacaq, həyatınızda dünya baxışınızı dəyişəcək, perivarot necə deyərlər olacaq, böyük arkan anlayışını bildirir və hansı böyük bir oyanış, böyük bir yenilənmə, yeni bir dönəm, periodlara həyatınızda var ki, bunları yaşaya biləcəksiniz. Yəni, Boğa bürcü, iyun ayı. Və aha, əzizlərim, belə deyim sizə, yəni uğur, şans, bolluq, bərəkət və maddi var dövlət ayıdır bu gün boğalar üçün. Çünki 8'li pentakillə bitiririk və yəni nə? Burada sizin daxilinizdəki özünüzü vacib bilmə məqamınız, özünüzü qiymətli bilmək, önəmli bilmək və bununla da yanaşı pul, maddi təminatla, bəlkə edilmək var dövlətlə. Və 8'li belə deyək də pentakillər, pullar bizə bunu göstərir ki, bu proses sizin üçün rahatlıqla olacaq. Narahat olma, istəməyi başar, arzulamağı başar, özünü rahat hiss elə. Yəni sən bu cür olduqda pullar axır, sənin itok nəticən, yəni nəyə varacaqsan, nə artıq yaşanılacaq, bu proseslərdən çıxış məqamı budur. Və bəli, təbii ki, yəni 12-ci arkan gəlir, baş arkan ki və düz belə deyək şəkildədir ki, yəni müəyyən bir qurbanlıq situasiyası mı, qurbanlıq pozisiyası mı var, asılı qalan situasiyalar mı var, hansı ki hələ də özünü belə deyək səbirlə gözləyir. Bəli, və bununla bağlı çoxlu fikirləriniz var. O situasiya əslində çox böyük bir belə deyək də barışıqla, sülhlə, sevgi əminamanlıqla, çünki aşiqlər gəlib və düzgün seçim edərək, düzgün eşqə sahiblənəcəksiniz. Yəni həyatınızda boğalar iyun ayında çox vacib bir seçim məqamı olacaq. Vacib bir sevgi ilə mi bağlı olacaq? Bəli, yəni sevgi və bolluq, bərəkət bu birlikdədir. Yəni sizin bolluq, bərəkətinizin artar olmağı sizin münasibət sferanızı çox böyük bir təsir edəcək və münasibət sferanızı qaldırmış olacaqdır ki, siz artıq bu məqamda özünüzü belə deyək də daha yetişkən, daha bərkimiş bir ruhda hiss eləyəcəksiniz. Və vacib olacaq, belə deyək, məsləhət alaq kartdan bu ay üçün boğalara vacib olacaq məsləhət. Aha, əzizlərim, İlk öncə olaraq üçlü kupa çıxar. Məsəl bundan ibarət ki, həyatınızda çoxlu əyləncəni, istirahəti, rahatlığı, toy, bayram etmək, qeyd etmək, yəni görüşə gedin, dostlarınızla söhbət eləyin, özünüzə balaca əyləncələr təşkil etməyə çalışın, yəni şadlanın, içinizdəki bu şadlıq bu prosesləri iyun ayında həyatınızda daha da gücləndirəcək, daha da reallaşdıracaqdır. Boğa bürcü olacaq insanlara iyun ayında bunlar gözlənilir, əzizlərim. Və mən istəyirəm ki, yəni ilk öncə olaraq kanala abunə olaq, rəylər hissəsində aktiv olaq. Nə həqiqətən doğrudur, sizə aiddir, nə yerinə yetdisə, yenidən səhifəyə qaydaq yazaq. Və mütləq kanala abunə olmağınızı istəyəcəm, kanalın paylaşılmağını istəyəcəm sizdən. Bu sizin mənə dost bir köməyiniz hesab eləyəcəm, əzizlərim. Çünki növbəti olacaq bürcümüz artıq Qoç bürcü olacaq. İyun ayında Qoç bürcünü gözləyir. Növbəti videoda izləyəcəksiniz. Bunun üçün də mütləq kanala abunə olmağınız lazımdır, əzizlərim. Və həmçində məlumat bildirim ki sizə, belə deyək, tarotla bağlı olacaq 3 aylıq təlim var ki, hansı ki bu təlimə siz həm qruplarla gələ bilərsiniz və həmçinin də individual olaraq yazıla bilərsiniz. Və bu şəkildə öpürəm hər birinizi. Növbəti videolarda görüşənədək təlimlərə aktiv gəlməyinizi istəyəcəm. Kanala aktiv abunə olmağınızı istəyəcəm. Rəylərdə aktiv və like'larda aktiv olmağınızı istəyəcəm. Paylaşımlar da öz yerimdə. Öpürəm. Növbəti videolarda görüşənədək.